Vaxtınız xeyir əziz izləyicilər. Bu videodan mən Kaspi Test Bankından 8-ci fəsl olan bərk cisimlərin, mayələrin və qazların təzyiqi fəslinin 1-dən 50-yə qədər olan testlərin izahını verəcəm. Siz də bizə dəstək olmaq istəyirsinizsə videolarımızı bəyənin və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. Təzyiq qüvvəsinin əsas xassəsi, biz bilirik ki, təzyiq qüvvəsi həmişə səthə perpendikulyar yönəlmiş qüvvədir. Deməli, doğru cavab hansı variant olacaq? Səthə perpendikulyar olan qüvvə. Deyir, təsir etdiyi səthə perpendikulyar yönəlməsidir. Doğru cavab A variantı olacaq. Təzyiq qüvvəsi sabit olduqda təzyiqin səthin sahəsindən asılıq qrafiki hansıdır? Biz təzyiqin düsturunu bilirik. P bərabər F bölünsün S düsturu ilə hesablanılır. Burada əgər F sabit olarsa, səthin sahəsi ilə necə asıldır? Tərs mütənsib asıldır. Doğru cavab 1 olan qrafik, yəni A variantı olacaq. Səthin sahəsi sabit olduqda təzyiqin təzyiq qüvvəsinə asılıq qrafiki hansıdır? Yenə eyni qaydada P bərabər F bölünsün S düsturunu yazırıq. Burada səthin sahəsi sabit olarsa, təzyiq qüvvəsi ilə düz mütənsib asılı olacaq. O da təbii ki, hansı qrafik uyğun gəlir? 3-cü qrafika. B variantı. Bərk cisimlər və qazların təzyiqi ötürülür. Bərk cisimlərdə qazlar. Biz bilirik ki, bərk cisimlərdə təzyiq bir istiqamətdə ötürülür və bu təzyiq qüvvəsinin istiqamətində olur. Qazlarda isə bütün istiqamətlərdə ötürülür. Baxaq görək. Bütün istiqamətlərdə A variantı olmaz. Qüvvənin təsir istiqamətində ola bilər. Qüvvənin təsir istiqamətində xeyr. Qüvvənin təsir istiqamətində ola bilər. Bütün istiqamətlərdə ola bilər. Elə doğru cavab hansı variantı olacaq? 4-cü testdə C variantı olur. Gəlin D və Y variantlarını da oxuyaq. Bütün istiqamətlərdə xeyr. Bərk cisimdə təzyiq ancaq təzyiq qüvvəsi istiqamətində ötürülür. Təzyiq ötürülmür, xeyr. Elə doğru cavab hansı variantı oldu? C variantı. Növbət test 5-ci testdir. Bərk cismi tərsinə çevirdikdə səthə göstərdiyi təzyiq qüvvəsi və təzyiq necə dəyişər? Əziz izləyicilər, biz bilirik ki, təzyiqin düsturu P bərabərdir, F bölünsün S düsturu ilə hesablanılır. Burada biz qabı tərsinə çevirsək, yəni bu vəziyyətə alsaq, deməli, bura 2S-dir, bura S-dir, bura 2S, burada S olacaq. Deməli, nəyi dəyişdi? Sahəsi dəyişdi. Biz bilirik ki, təzyiq en kəskin sahə, yəni oturacağının sahəsi ilə bərk cisimlərdə tərs mütənsib asılır. Deməli, sahəsi 2 dəfə artdığına görə, yəni birinci vəziyyətdən ikinci vəziyyətə gəldikdə sahəsi 2 dəfə artdı. Sahəsi 2 dəfə artdığına görə təzyiq 2 dəfə az olacaq. Bax, burada 2 dəfə az olacaq. Amma təzyiq qüvvəsi burada da səthə perpendikulyar yönəlib MG-dir. Burada da eyni qaydada səthə perpendikulyar yönəlib MG. Amma təzyiq qüvvəsi nədir? Dəyişmədi. Yəni təzyiq qüvvəsi dəyişməz, amma təzyiq 2 dəfə azalar. Baxaq görək doğru cavab hansı variantdadır? 2 dəfə azalar dəyişməz, C variantı olacaq. Porşenlə sıxılmış qazın A nöqtəsində təzyiqi 200 kilopaskaldır. B və C nöqtələrindəki təzyiq nəyə bərabərdir? Biz bilirik də, maye və qazlarda təzyiq bütün istiqamətlərdə bərabər ötürüldüyünə görə və qapalı qabdır, Paskal qanununa görə A nöqtəsində təzyiq nədirsə, B və C nöqtəsində də təzyiq elə 200 paskal olacaq. Baxaq görə elə bir variant varmı? Doğru cavab hansı variant oldu? D var. 7-ci testdə deyilir. P bölünsün ρ ifadəsi hansı fiziki kəmiyyət təyin edir? Biz hidrostatik təzyiqin düsturunu yazmalıyıq. ρh. Buradan h-ı tapsaq P bölünsün ρ olacaq. Burada h-da bilirik də. Mayenin nəyi? Dərinliyidir. Maye sütununun hündürlüyü də deyə bilərik. Doğru cavab C variantı olacaq. Hidrostatik təzyiqin maye sütununun hündürlüyündə asılıq qrafiki hansıdır? Biz bilirik ki, hidrostatik təzyiq P bərabərdir. ρ H düsturu ilə hesablanılır. Hidrostatik təzyiq maye sütununun hündürlüyü ilə necə asılıb? Düz asılır. Əgər ρ sabit olarsa, burada yenə şərti deyir. Doğru cavab hansı variantı oldu? 3 olan qrafik B variantı olacaq. Su sütununun hündürlüyünün verilmiş qiymətində hidrostatik təzyiqin qabın dibinin sahəsinə asılıq qrafiki hansıdır?
Biz hidrostatik təzyiqin düsturunu bilirik, ρGH-dır. Və onu da bilirik ki, qabın dibinin və divarlarının sahəsindən hidrostatik təzyiq asılı deyil. Doğru cavab hansı variantı oldu? 4 olan variant G variantı. Ağzı kip bağlı qab su ilə doludur. Onu tərsinə çevirdikdə dibinə göstərilən təzyiq qüvvəsi və təzyiq necə dəyişər? Yəni, biz tərsinə çevirdikdə görürük ki, bax, burada, gəlin biz bunu tərsinə çevirək. Sunun hündürlüyü dəyişmədiyi müddətcə təzyiq nədir? Dəyişməyəcək də kəsək, tərsinə çevirmiş olaq. Dəqiqə. Deməli, tərsinə çevirək. Bir dəqiqə bunu yerləşdirək bura. Deməli, tərsinə çevirdik. Bir ölçülərini də dəyişək. Bu tərsinə çevrilmiş vəziyyətdir. Tərsinə çevirsək, diqqətlə baxırıq. İndi bu hissələrini də biz silməyə çalışsaq, nə görə bilərik? Əlbəttə, burada oturacağının sahəsi 2 dəfə neynədir? Artdı. Biz bilirik də, təzyiq qüvvəsi F bərabərdir PS düsturu ilə hesablanılır. Hidrostatik təzyiq qabın dibinin və divarların sahəsində asılı olmadığına görə təzyiq dəyişməyəcək. Bu sabit qalacaq. Yəni, təzyiq dəyişməz. Deməli, təzyiq sabit qalacaq. Amma təzyiq qüvvəsi qabın dibinin sahəsindən düz asılıdır. Bir vəziyyətlə, iki vəziyyətlə gətirdikdə qabın dibinin sahəsi 2 dəfə artdığına görə təzyiq qüvvəsi də 2 dəfə artmış olacaq. 2 dəfə artar dəyişməz. Doğru cavab C variantı olur. Tirci bir vəziyyətlə, iki vəziyyətlə gətirdikdə masanın səthə göstərdiyi təzyiq necə dəyişər? Gəlin bunu belə bir şeylə göstərək. Görəsən, bir vəziyyətlə, iki vəziyyətlə gətirdikdə bunun dibinin sahəsi nə qədərdir? Bax, bunu belə endiririk. Deməli, burada dibinin sahəsini göstərək, orada daha yaxşı görə bilərik. Belə bir dibi var. Oranın sahəsini göstərsək, bax, bura olacaq. Buranın sahəsini biz gördük. Eyni qaydada birincini də göstərməyə çalışaq. Daha doğrusu ikincini də göstərməyə çalışaq. Görək necə vəziyyət alınacaq. Bax, burada da belə bir vəziyyətdədir. Yaxşı göstərə bilmədik. Aha, burada bəs dibinin sahəsi, otacağının sahəsi nə olacaq? Belə bir kvadrat olacaq. Buranı da belə göstərə bilərik. Bəs bizdən nəyi soruşur? Sahələri biz göstərdik və bizdən soruşur ki, bir vəziyyətlə, iki vəziyyətlə gətirdikdə təzyiq necə dəyişir? Bir vəziyyətlə də təzyiqin düsturunu yazsaq, P bərabərdir. Nə yaza bilərik? F bölünsün S düsturuna görə P bərabərdir. F bölünsün S-in də yerinə nə yaza bilərik? A vurulsun, B yaza bilərik. F bölünsün, F zaten neyindir? Ağırlığı dəyişmir. A-sı 2-dir. B-si 4-dür, olacaq 8. Bəs iki vəziyyətində nə olacaq? P bərabərdir. Yenə F bölünsün. S vurulsun, B olacaq. O da bərabərdir. S-yə baxırıq 6-dır. B-yə baxırıq neçədir? 4-dür. 6 vurulsun 4. Yuxarıda da F-dir. Eyni qaydada qalır. Məxrəc olacaq F bölünsün 24. Və burada F bölünsün 8-dir. Burada isə F bölünsün 24-dür. Məxrəc 3 dəfə artıbsa, deməli təzyiq neçə dəfə? 3 dəfə azalacaq. Doğru cavab hansı variantı oldu? A variantı olur. Baxaq, növbəti testimiz 12-ci testdir. Deyir ki, eyni kubların masanın səthdən göstərdiyi təzyiqləri müqayisə edin. Burada dibinin sahəsi 1 bölgüdür. Burada dibinin sahəsi isə 2 bölgüdür. Kubların sayı eyni olduğuna görə P bərabərdir F bölünsün S düsturuna görə S-lə necə asıldır? Düzüm tanısı. Əgər dibinin sahəsi 2 dəfə artıbsa, bir vəziyyətdən 2 vəziyyətdən keçdikdə, deməli təzyiq də 2 dəfə azalmış olacaq. Onda P1 bərabərdir 2P2 yazmağa bizim haqqımız var.
Doğru cavab hansı variantı olacaq? A variantı. Birinci polad kubların masanın səthinə göstərdiyi təzyiq qüvvələrini və təzyiqləri müqayisə edin. Kub formalı olduğuna görə biz bilirik ki, kub formalı cisimlərin kütləsi m bərabərdir A kubu vurulsun rho düsturu ilə hesablanacaq. Və kubun tiri ilə necə asılıdır? Düz mütənasib asılır. Məsələn, mən bunun kütləsinə m deyirəmsə, onda bunun kütləsi 8m olacaq. 8 dəfə kütləsi böyükdür. Onda dibinin sahəsini də eyni qaydada biz burada göstərməyə çalışaq. Görəsən dibinin sahəsi nə qədərdir? Və mən bunu belə götürərəm. Eyni qaydada bunu da belə. Bax, burada belə bir sahə alınacaq. Bunu da yenə eyni qaydada belə gətirə bilərik. Burada belə və burada da bu formada bir sahə alınır. Buranın sahəsini biz göstərməyə çalışsaq, necə olacaq? Bax, bu hissənin sahəsini bizə maraqlıdır. Burada isə bu hissənin sahəsi bizə maraqlıdır. Həmin hissələrin sahələrini biz hesablamalıyıq. Hesablasaq, diqqətlə baxırıq. Buranın sahəsi A kvadrat eləyəcək. Buranın sahəsi isə 2A, bura desək 4A kvadrat eləyəcək. Onda birincidə biz təzyiqi hesablamaq istəsək, belə bir ifadə alınacaq. P1 bərabərdir. Nə yaza bilərik? M desə, bura mg bölünsün A kvadrat olacaq. Burada isə P2 bərabərdir deyək. 8mg bölünsün. Neçə deyə bilərik? 4A kvadrat deyə bilərik. Burada bunlar ixtisar getdi. Bizə 2mg bölünsün A kvadrat qalacaq. Deməli, onda mən yaza bilərəmmi? P2 bərabərdir. Neçə dənə? 2 dənə P1. Bunu tapdıq. Bəs F-lər? F-ləri də, məsələn, birincidə yaza bilərəm. F1 bərabərdir mg. İkincidə yaza bilərəm. F2 bərabər 8mg. F2 8 dənə F1-ə bərabərdir. Bax, buradan yazdım. F2 8 F1-ə bərabərdir. Amma P2 2 dənə P1-ə bərabərdir. 8 F1, 2 P1 doğru cavab hansı variantı oldu? D variantı olacaq. 14. Qabların dibinə suyun göstərdiyi təzyiqləri P1 bölünsün P2 nisbətini hesablayın. P'nin düsturunu biz bilirik. P bərabər rho J H-dır. Su dediyinə görə bunlar eyni cinslidir. Rholar bir-birinə bərabər. pH-la necə asılıdır? Düz mütənasib asılıdır. Və dibinin sahəsinə də biz baxmırıq. Bizə ora maraqlı deyil. Onda P1-in P2-yə nisbəti elə eyni qaydada H1-in H2-yə nisbəti kimi ifadə edə bilər. H1-imiz 2H-dır. Sütunun hündürlüyü. H2-miz isə H-dır. Burada H-lar getdi. Bizə nə qaldı? 2. Doğru cavab B variantı olacaq. Qabların dibinə suyun göstərdiyi təzyiq qüvvələrini müqayisə edin. Təzyiq qüvvəsinin düsturu F bərabərdir PS-dir. P-ni yenə rho J H S yaza bilər. Burada su dediyinə görə bir cinsdir. Sıxlıq ilə işimiz yoxdur. Baxırıq H-la da və S-lə də necə asılıdır? Düz asılıdır. Onda mən desəm ki, F1 bölünsün F2 bərabərdir. H1 S1 bölünsün H2 S2 hər ikisi ilə necə asılıdır? Düz asılıdır. H1 S1 4SH eləyəcək. H2 S2 isə SH eləyəcək. Bu SH-lar ixtisar getdi. Nisbət nə verdi bizə? 4 verdi. Onda mən deyə bilərəmmi? F1 bərabər 4 dənə F2 olacaq. Doğru cavab hansı variantı oldu? F1 4 dənə F2. Doğru cavab olacaq E variantı. Növbət testimiz 16-cı testdir. Hansı nöqtədə hidrostatik təzyiq ən böyükdür? Biz dərinlikləri eyni olduğuna görə bütün nöqtələrin deyəcəyik ki, nələri? A-da da, B-də də, C-də də, D-də də hidrostatik təzyiq bir-birinə bərabərdir. Yəni, bütün nöqtələrdə eynidir. A və B nöqtələrində suyun hidrostatik təzyiqlərini müqayisə edin. Burada diqqətlə baxaq, A və B nöqtələri hansı dərinlikdə yerləşir? A 1H dərinlikdə yerləşir, B isə 3H dərinlikdə yerləşir. Su dediyinə görə sıxlıqları eynidir. P bərabərdir rho J H düsturuna görə rho ilə işim yoxdur, H ilə düz asıl. Onda məndən soruşsalar PA bölünsün PB bərabərdir.
A nöqtəsində HA bölünsün, HB deyə bilərik. HA 1H-dır, HB isə 3H-dır. Bunlar getdi ixtisar 1 bölünsün 3 olacaq. Onda PB bərabərdir. Nə olacaq? 3 dənə PA olacaq. Doğru cavab hansı variantı oldu? A variantı oldu. Müxtəlif mayələr üçün hidrostatik təzyiqin maye sütunu hündürlüyündən asılı qrafikləri verilmişdir. Hansı qrafikə uyğun mayenin sıxlığı ən böyükdür? Sıxlığın üstünü biz bilirik. Rho bərabərdir P bölünsün JH olacaq. Buradan görsənirik ki, H-ın böyük qiymət, daha doğrusu P-nin böyük qiyməti, H-ın isə ən kiçik qiyməti. P-nin böyük qiyməti düşür 4-ə, H-ın da ən kiçik qiyməti də 4-ə düşəcək. Doğru cavab hansı variant oldu? D variant. Yuxarıya getdikcə daralan qaba krandan sabit sürətlə su tökülür. Qabın dibində hidrostatik təzyiqin zamandan asılı qrafiki hansıdır? Ağzı getdikcə daralan qablarda bir bərabər yeyinləşən kimi təsəvvür yaradırıq və bu düstur AT kvadrat bölünsün 2. Daha doğrusu burada J ilə getsək daha məntiqli olar. JT kvadrat bölünsün 2 yaza bilərik. P-nin də düsturu bu H deyək, qalxma hündürlüyü olsun. Rho J H-dır. Burada da yerinə qoysam Rho J vurulsun JT kvadrat bölünsün 2 və T ilə necə asılıdır? Düz kvadrat. Doğru cavab hansı variant oldu? C variantı. Yeyinləşən hərəkətə bənzər bir qrafik olacaq. Burada isə təsvir olunmuş qaba krandan sabit sürətlə su tökülür. Qabın dibinə hidrostatik təzyiqin zamandan asılı qrafiki hansıdır? Biz bilirik ki, silindrik qablarda H bərabərdir V vurulsun T düsturu ilə hesablanılır. P-nin də yerinə qoysaq, P bərabər Rho J H düsturuna görə, onda Rho J vurulsun V vurulsun T olacaq. Və necə asılıdır? Düz mütəmsil basılır. Burada mayenin hündürlüyü daha sürətlə qalxdığına görə birinci daha dik, ikinci nədir? Nisbətən yatıq olacaq. Doğru cavab hansı variantı oldu? D variantı. Kranı açdıqda qablarda su sütununun hündürlüyü nə qədər olar? Baxaq, bu həcmlərin bərabərliyi qanunudur. V1 bərabərdir V2 deyə bilərik. Kranı açmamışdan əvvəl ancaq burada maye var. Yəni bu hissədə maye var. Kranı açdıqdan sonra hər iki hissədən maye nəyi hündürlüyü dəyişəcək. Baxın, məsələn, burada da maye olacaq, burada da maye olacaq. Mənə açdıqdan sonraki mayenin hündürlüyünü soruşur. Yəni, yekun H-ı soruşur. Baxın, buradakı H-ı soruşur. Yəni, ona baxaq. Əvvəl nədir? S vurulsun 30-dur. Təbii ki, V-nin də düsturu V bərabər SH düsturuna görə. Bərabər sonra 3S vurulsun H olacaq. Bu S-lər getdi. 3H bərabər 30-a, H bərabər neçə oldu? 10 santimetr olacaq. Doğru cavab nədir? Y variantı olur. A nöqtəsinin suyun hidrostatik təzyiqi nəyə bərabərdir? A nöqtəsinin dərinliyi əlbəttə 30 santimetrdir. Yəni bizə 30 santimetr olan hissə lazımdır. P bərabərdir Rho J H düsturuna görə. P bərabər Rho'muz 1000'dir. Vurulsun H-ımız 10'da 3'dür. J də 10'dur. Bunlar ixtisar getdi bizə 3000 Pascal qalacaq və ya 3 kilopascal. Doğru cavab B variantı. 4 qabın hər birinin 2 litr su tökülür. Hansı qabın dibində hidrostatik təzyiq ən böyükdür? Sahələri eynidir. Deməli, burada S bölünsün 2'dir hətta sahə. Həmin 2 litr su, tutaq ki, bu qabda bu qədər həcm tutursa, digər qabda nisbətən yuxarı qalxacaq. Bu qabda da nisbətən belə yuxarı qalxacaq. Daha doğrusu nisbətən aşağıda olacaq. Birinciyə nisbətən yuxarı, ikinciyə nisbətən nədir? Aşağı. Bunu belə göstər. Burada isə nədir? Lap yuxarıda olacaq. Hidrostatik təzyiq P bərabər Rho J H düsturuna görə sütun hündürlüyündən düz mütəmsil basılı olduğundan hündürlük harda daha böyükdürsə, yəni sütunun hündürlüyü, orada nədir? Hidrostatik təzyiq daha böyük olacaq. Hansı qab oldu? Əlbəttə 4-cü qab. Burada hidrostatik təzyiq ən böyük olacaq. Amma bizdən ən kiçiyini soruşursa, təbii ki, ağzı getdikcə genişlənən qab olacaq və sütunun hündürlüyü burada az olduğundan ikinci qabda ən kiçik olacaq. Bizdən ən kiçik soruşduğundan doğru cavab hansı variantı oldu? A variantı olacaq. Baxaq, növbəti testimiz 24-cü testdir.
Birləşmiş Qablar Qanunu riyazi ifadəsi hansıdır? Birləşmiş Qablar Qanununa görə qablara tökülmüş 2 və daha artıq mayenin sıxlığı, yəni qaba tökülmüş 2 və daha artıq mayenin sıxlığı mayələrin sütunların hündürlüyü onların sıxlıqları ilə necə asılıdır? Tərs mütəmsil asılıdır. O da hansı variant oldu? B variantı. Birləşmiş qablar su və kerosin var. Su sütununun hündürlüyünü hesablayın. Baxaq görək su sütununun hündürlüyü nə qədərdir? Birləşmiş qabların iş prinsipi Pascal qanununa əsaslanır. Onda P1 bərabər P su bərabər deyə bilərik P kerosin. Yaxşı, P sunu mən belə yaza bilərəm. Rho su, JH su bərabərdir. Rho kerosin, JH kerosin. Bu J'ləri ixtisar eləsək, Rho su nə qədərdir? 1000'dir. Vurulsun. H sonu biz bilirikmi? Su kerosin vardır. Nə qədər verib? 40 santimetr verib. Yoxsa? Təbii ki, kerosin sıxlığı az olduğuna görə həcmi daha böyük olacaq, hündürlüyü. Onda 1000 vurulsun, deyək ki, H bərabərdir. Sütunun hündürlüyünü soruşur. 40 vurulsun, neçə? 800. Burada bu sıfıra ixtisar getdi. H nə qədər qaldı? 32 santimetr. Doğru cavab hansı variant oldu? C variantı. Boruda axan mayenin təzyiqi onun axın sürəti böyük olan yerdə kiçik olur. Onun qanunu kim tərəfindən kəşf edilmişdir? Əlbəttə Bernoulli qanunudur. Axın sürəti böyük olan yerdə təzyiq kiçik olan yerdə isə təzyiq daha böyük olur. Bu Bernoulli qanununun ifadəsidir. Baxaq görək varmı Bernoulli qanunu? Doğru cavabı əlbəttə D variantı. Qərarlaşmış axın zamanı müəyyən müddətdə borunun en kəsindən keçən suyun həcminin borunun en kəsiyinin sahəsindən asılı qrafiki hansıdır? Əlbəttə, suyun həcmi borunun en kəsinin sahəsindən asılı deyil. Sahə nə olur olsun, həmin maye tam həcmdə həmin hissədə nə etməlidir? Keçməlidir. Baxaq görək, o da hansı variantdadır? Y variantı. Qərarlaşmış axın zamanı mayenin axın sürətinin borunun en kəsinin sahəsindən asılı qrafiki hansıdır? Əlbəttə, tərs mütəmsil asılıdır. O da hansı qrafika uyğun gəlir? Birinci qrafika. Doğru cavab A variantı. Üfüqi borunun dar hissəsindən en kəsin sahəsi 2 dəfə böyük olan geniş hissəsindən keçəndə suyun axın sürəti necə dəyişər? Böyük hissəyə keçid varsa, təbii ki, azalma olacaq sürətdə. Əgər sahə 2 dəfə artıbsa, neçə dəfə azalacaq sürət? 2 dəfə azalacaq, yəni tərs mütəmsil asılı. Üfüqi borunun bir hissəsindən başqa hissəsinə keçəndə suyun axın sürəti 9 dəfə artmışsa, borunun diametri necə dəyişmişdir? Axın sürəti 9 dəfə artıbsa, düsturumuz belədir. V1 bölünsün V2 bərabərdir. D2'nin kvadrat bölünsün D1'in kvadrat. Yəni diametrini buradan tapsa, D2 bölünsün D1 bərabərdir. Kök altda V1 bölünsün V2 olacaq. Yəni kök altı düz asılı. 9 dəfə artıbsa, deməli, axın sürəti 9 dəfə artmışsa, bizim diametrimiz 3 dəfə azalmışdır. Doğru cavab hansı variant oldu? C variantı. Üfüqi borunun dar və geniş hissələrində suyun axın sürətlərinin nisbəti nəyə bərabərdir? Biz belə deyə bilərik. Yenə V1 bölünsün V2 bərabərdir. D2'nin kvadrat bölünsün D1'in nəyi? Kvadrat. Yenə qoyaq. Baxaq, D2'miz nə qədərdir? 4D kvadrat neçə edəcək? 16D kvadratı. Bu da D kvadratdır. Burada bunlar ixtisar getdi. Bizə neçə qaldı? 16. Demək, həmin nisbət 16'ya bərabər. Doğru cavab E variantı. Qərarlaşmış axın zamanı borunun hansı hissəsindən, hansı en kəsində suyun axın sürəti ən böyükdür? Təbii ki, dar hissədə, S1 hissəsində. Doğru cavab hansı variantı oldu? A variantı olacaq. 33. Qərarlaşmış axın zamanı borunun hansı kəsiyindən suyun axın sürəti ən böyükdür deyir. Ən böyük olması üçün yenə ən dar olan hissəsi lazımdır. En kəsin ən kiçik olan hissəsi lazımdır. Doğru cavab hansı variant oldu? B variantı. Yəni ən kiçik hissədən, axın sürətinin ən, bir dəqiqə, bizdən qərarlaşma axın zamanı borunun hansı en kəsində suyun axın təzyiqi ən böyükdür. Üzr istəyirəm. Bizdən sürəti yox, axın təzyiqi soruşur.
Sürət kiçik olan yerdə təzyiq böyük olacaq. Deməli, en kəsin sahəsi ən böyük olan hissə lazımdır. Doğru cavab hansı variant? D variant. Bernoulli qanununun tətbiqini. Qıralışmış axın zamanı hansı şaquli boruda suyun qalxma hündürlüyü ən kiçikdir? Ən kiçik olması üçün təzyiq ən kiçik olmalıdır. Təbii ki, dar hissədə təzyiq ən kiçik olduğundan, yəni axın sürəti dar hissədə böyükdür. Bu səbəbdən təzyiq ən kiçik olacaq. Yəni 2 olan hissəsi doğru cavab hansı variantı oldu? B variantı olacaq. Üfüqi borunun geniş hissəsində suyun axın sürəti V-dir. Borunun geniş və dar hissələrində suyun təzyiqləri fərqi nəyə bərabərdir? Baxaq. Əvvəlcə P-nin düsturunu biz yaza bilərik. P bərabərdir. Rho V kvadrat bölünsün 2-dir. Rho ilə işim yoxdur. V-ləri müqayisə edəcək. Burada sürətimiz V-dirsə, onda burada sürətimiz nə qədər eləyəcək? 4V olacaq. Onda bu hissədə təzyiqi biz belə yaza bilərik. P1 deyək bura. Rho V kvadrat bölünsün 2. Burada isə təzyiqi P2 deyək. Necə yaza bilərik? 16 rho V kvadrat bölünsün 2. Yaxşı, nisbəti soruşur. Gəlin, onda delta P bərabər böyüyündən kiçiyini çıxar. 16 rho V kvadrat bölünsün 2 minus rho V kvadrat bölünsün 2. Bu da nə verdi? 2 də 15 rho V kvadrat verdi. Baxaq görək, var mı da variant? Doğru cavab hansı variantı oldu? E variantı olacaq. Baxaq, deməli, növbəti testimiz 26-cı testdir. Deyib, üfüqi qoyulmuş borun geniş hissəsində suyun axın sürəti 4 metr bölü saniyədir. Borun geniş və dar hissəsində suyun təzyiqləri fərqini tapın. Geniş hissəsində 4-dürsə, V deyək. V2 bərabərdir 4 metr bölü saniyədirsə, onda dar hissəsində V1 bərabər neçə olacaq? 16 metr bölünsün saniyə. Yəni, sahə 4 dəfə azalsa, bu 4 dəfə artacaq. Yaxşı, bizdən bu hissənin təzyiqini hesablasa, P2 deyək bura. Rho V kvadrat bölünsün 2 düsturuna görə nə yaza bilərik? 16 vurulsun 1000 bölünsün 2. Bərabər 8 kilo paskal deyə bilərik. Bəs bura nə qədər olacaq? P1 deyək. Bərabər rho V kvadrat bölünsün 2 olacaq. 1000 vurulsun 16 256 eləyəcək bölünsün 2. Bunlar getdi. 128 nədir? Yeçunda 128 kilo paskal verdi. Bizdən nəyi soruşur? Fərqini soruşur. 128-dən də 8 çıxsaq 120 kilo paskal olacaq. Doğru cavab C variantı olur. 37-ci testdə deyilir. Balondakı qazın təzyiqi nəyə bərabərdir? Atmosfer təzyiqi P0 bərabər 760 mm civə sütundur. Biz təzyiqlərin bərabərliyi qanunundan bilirik ki, bax, belə bir xətt çəkək, 2 müxtəlif cinsli mayenin birləşdiyi yerə. Xətt çəksək, sol tərəfin təzyiqi sağ tərəfin təzyiqinə nədir? Bərabər olacaq. Baxın. Bura sol tərəf olsun. Bu tərəfin təzyiqi bu tərəfin təzyiqinə nədir? Bərabər olmalı. Yəni, Paskal qanunu qısa şəkildə desək. Diqqətlə baxırıq. Burada nə var? Yuxarıdan aşağı bir atmosfer təzyiqimiz var. P0. Bu da 760 mm civə sütunudur. Demək, civə sütunudur. Burada bir 20 mm-imiz varsa, bax bu tərəfdə bir 20 mm-imiz varsa, demək, burada həm də 20 mm civə sütunumuz var, təzyiqimiz. Bir də nə var? Sol tərəfdə qazın təzyiqi. Onda mən deyə bilərəm, P qaz plus 20 bərabərdir 760-a. Bu da qazın təzyiqi nə qədər olacaq? 740 mm civə sütunu. Baxın. Millimetr civə sütunu olacaq. Baxaq görək, var mı elə bir variant? Doğru cavab hansı variant oldu? D variantı. Gəldik. Dəniz səviyyəsindən 480 metr yüksəklikdə atmosfer təzyiqi hesablayın. 760 mm hər 12 metr hündürlükdə 1 mm civə sütunu azal. Düsturumuzu bilirik. pH bərabərdir 760
minus h bölünsün 12'dir. Yerine qoyaq 760 minus nə qədərdir? 480 bölünsün 12. 480 12'ye bölsəm mənə 40 verəcək. 760'dan da 40 çıxacaq. Bizə nə qədər qalacaq? 720 millimetr civə sütunu. Doğru cavab hansı variantı oldu? C variantı olacaq. Növbət testimiz 39-cu test. Atmosfer təzyiqinin hündürlükdən asılılıq qrafiki hansıdır? Əlbəttə, atmosfer təzyiqinin hündürlükdən asılılıq qrafiki D variantında açıq kimdir? Taze halında hidravlik maşının porşenlərinə təsir edən qüvvələrin porşenlərin diametrlərinin arasındakı hansı münasibət doğrudur? Biz bilirik də, düsturumuz F1 bölünsün F2 bərabərdir. S1 bölünsün S2, yəni qüvvə porşenlərin sahəsi ilə düz asıl. S-ində yəni pi D kvadratı qoysa, onda D1'in kvadrat bölünsün D2'nin kvadratı olacaq. Doğru cavab hansı variantı oldu? A variantı. Hidravlik presin iş prinsipi hansı qanuna əsaslanır? Əlbəttə, Pascal qanununa əsaslanır. Doğru cavab E variantı. Porşenlərin sahəsi 50 cm və 100 desimetrin kvadratı olan hidravlik maşın qüvvədən 2 dəfə qazanc verir. Gəlin biz 100 desimetri santimetrin kvadratına çevirək. Deməli, S1 bərabərdir 50 santimetrin nəyi? Kvadratı. S2 bərabərdir 100 desimetr ilə nə qədər verir bizə? 100 desimetr. Çevirsək elə santimetrin kvadratına çevirsək ya da santimetri çevirək. Belə bunu 100 desimetr kimi yazaq. Bunu da çevirsək deməli %1 deməkdir. %1'ə vursaq 0,5 desimetrin nəyi? Kvadrat olacaq. Bəli, elə. Yaxşı, onda bizdən nəyi soruşur? Qazancını soruşur. Nəyə bərabərdir? K bərabərdir böyük qolun kiçik qola, yəni böyük qolun sahəsinin kiçik qolun sahəsinə nisbəti. S1, o da bərabər. S2'miz nə qədər? 100 bölünsün 0,5. Bu da neçə verəcək? 200. Demək, 200 dəfə qazanc verəcək. Baxaq, doğru cavab hansı variant oldu? C variantı. Növbəti testimiz 43-cü testdir. İçərisində su olan qab yuxarı yönəlmiş A təzyiqi ilə hərəkət edir. Qabın dibinə göstərilən təzyiqin təzyiqdən asılı qrafiki hansıdır? Təbii ki, təzyiq artacaq. Düsturda belə bir düsturumuz var. P bərabər rho J plus A. Yuxarı yönəlmiş bir haşımız da var. Düsturu ilə hesablanılır. İçərisində su olan qab aşağı yönəlmiş təzyiqlə hərəkət edir. Aşağı yönəlmiş deyirsə, rho J minus A vurulsun H təzyiq azalır. Doğru cavab C variantı olacaq. Deyir ki, Pascal vurulsun metr kvadrat bölünsün kilogram hansı fiziki cəmiyyəti ifadə edir? Gəlin ifadələri yerinə qoyaq. Deməli, Pascala Newton bölünsün metr kvadrat vurulsun metr kvadrat bölünsün kilogram deyə bilərik. Burada metr kvadratlar getdi. Newton bölünsün kilogram qaldı. Bu da qravitasiya sahəsinin intensivliyi. Doğru cavab E variantı. 46 deyir ki, watt vurulsun saniyə bölünsün metr kubu hansı fiziki cəmiyyət ifadə edir? Wattın yerinə nə yaza bilərik? Əlbəttə, Newton vurulsun metr bölünsün saniyə, vurulsun saniyə, məxrəcədə metr kvadrat. Bunlar getdi, metrlərin biri getdi, bizə Newton bölünsün metr kvadrat qaldı. Bu da əlbəttə təzyiqin vahidinə uyğundur. Doğru cavab D variantı. Hidravlik maşında porşenlərin diametrləri 10 cm və 30 cm-dir. Kiçik porşenə təsir edən qüvvə bu qədərdir. Böyük porşenin üzərindəki yükün kütləsini hesablayın. Gəlin hesablayaq. Diametr verilib. Düsturumuz belə idi. F1 bölünsün F2 bərabərdir. D1'in kvadratı bölünsün D2'nin nəyi? Kvadratı. Yəni qısa şəkildə D1 bölünsün D2'nin nəyi? Mörtəzə kvadrat. Bu formada ifadə edə bilər. Deyir ki, əgər kiçik porşen deyək F1 olsun, neçə? 200 Newtondur. Böyük porşendə belə yazaq. M2 vurulsun J'də 10'dur. Belə yazaq. D1'imiz nə qədərdir? 10'dur. D2'miz isə 30'dur. Bunlar getdi ixtisar kvadratı. Burada bunu ixtisar eləsək, bizə qalacaq M2 bərabərdir.
9'da 1 onu da neçəyə vura bilərik? 20'yə 180 olacaq. 180 kilogram. Doğru cavab hansı variant oldu? D variantı. Növbət testimiz 48-ci testdir. Hidravlik maşının porşenləri 100 Newton və 2500 Newton qüvvələrin təsiri altında tarazlıqdadır. Porşenlərə göstərilən təzyiqlərin nisbətini tapın. Hidravlik presin iş prinsip Pascal qanununa əsaslandığına görə təzyiqlərin nisbəti həmişə 1-ə bərabərdir. Dərinliyi h olan gölün dibində tam təzyiq hansı ifadə ilə təyin olunur? Tam təzyiq atmosfer təzyiqi ilə hidrostatik təzyiqin gəlinə bərabər. Doğru cavab B var. 6 metrlə hansı fiziki cəmiyyət təyin olunur? Əlbəttə 6 metrlə mayələrin dərinliyi və yaxud da hündürlüyü ölçə bilər. Sütunun hündürlüyü doğru cavab hansı variant oldu? 50-də B variantı olacaq. Deməli, ilk 50 dənə testin izahını verdim. Növbəti testlərin izahlarında görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.